Salam dostlar, hər vaxtınız xeyir olsun. Bir Xırdalanda, Heydər Parkına yaxın, Surət qatarına, piyada məsafəsində, Prospekt yolunun kənarında yerləşən 9 mərtəbəli yaşayışlı binanın 9-cu mərtəbəsində ümumi sahəsi 58 kvadrat metrdən ibarət olan 2 otaqlı əla təmiri mənzil çəkib sizə təqdim edirik. Bura mənzilimizin balkonu və burada isə çəkib sizə göstərdiyim kimi panoraması əla bir yerdə yerləşir. Burada kombinin aparatı quraşdırılıb. Geniş balkon hissəsi gördüyünüz kimi. Buradan yataq otağına keçid var. Dartma tavan, görünən bütün əşyalar mənzildə qalır. Bina tam yaşayışlı binadır. Sürətli lift, qaz, su, işıq, internet xətti binada daimidir. Geniş və işıqlı yataq otağı, mənzilin isitmə sistemi kombidir. Deməli, bura giriş hissəsidir. Dartma tavan, seyf qapı, metlaq olan hər bir hissə istipoldur. Girişdə sağda geniş sanuzeri var. Bütün aksesuarlar quraşdırılıb. Duş kabinanın yeri nəzərdə tutulub. Xırdalanın tıxatsız bir ərazisində yerləşir. Burada isə mətbəx, yeni mətbəx mebeli quraşdırılıb. Qeyd etdiyim kimi bütün metlaq olan hissələr istipoldur. Burada isə geniş və işıqlı qonaq otağı. Həqiqətən təmirinə söz yoxdur və görünən bütün əşyalarla bir yerdə satılır. İlkin qiymət 98.000 manatdır. Real alıcıya təbii ki, mənzilə baxdan sonra indirim olunacaqdır. Sizin də satışda mülkünüz, mənziliniz varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Tez bir zamanda satışına nail olarıq. Kanala abunə olun, videolarımızı bəyənməyi unutmayın. Bizi izləməkdə davam edin. Sağ olun, təşəkkürlər.